Bismillahirrahmanirrahim. Bismillahirrahmanirrahim. Laleza. Ay Laleza. İşte sen. Bak. Deyərlər, Lalezadan başqa da dinləyən olsa, de. Niye boğursan onu deyirlər. Bax. Ben haqqı çatdırmalıyam. Başa düşdüm ki, məsələn, bir şeyin bir şeye dəxli var da. Məsələn, qaz açıq qalanda bir gözü tutaq ki, o nə istədiyinə görə, nə də heç nəyə görə öskürdün, gözündən yaş gəldi, boğulurdun. Niyə yemək yedin, boğazında qaldı, niyə? Qalmamalıydı. Axır ki, mən haqqı deməliyəm, amma bildiyim bir şeyə yaxşı şey deməlisin, deyil onu. Məsələn, bir paylaşım vardı, deyirlər ki, hər kəs, hər bir müsəlman öz maddi və mənəvi xeyirlərini, dəyərlərini digərlərlə paylaşmalıdır ki, müsəlmanlar birlikdə qurtuluşa yetsin. Məsəl üçün, mən də bu baxımda indi paylaşım edirəm, deyirəm ki, məsəl üçün, mən boğuldum ona görə ki, mən belə olmurdu mənə. Başa düşdüm nəyi? Boğula-boğula öskür, mən başa düşdüm ki, vəh gəldi sənə, yoxsa başa düşdüm, vəh də Allah da elə bir mələk, Allah ürəyinə saldı, yəni ki, mən paylaşmalıyam. İndi o dəqiqə kəsildi, məsəl üçün, öskürəyə, yoxsa boğula-boğula qaldım, sonra videonu çəkməyə başlayanda nə oldu sonra? Məsəl üçün, mən tutaq ki, qazı açıq qoyuramsa, bir misal çəksin, qazı açıq qoyuramsa, iki gözüm, ya birin, biri tutaq ki, nəsə birin demir, oy, əstəğfurullah, o günah deyil, bir şey deyil, sonra həm də namazda da gecəri istəyirdim, Geçərsən dəstəmazamdır, kəndə deyil. Mənim qardaşım, oğlu gəliləndə, onun ağzına gələn deyil, tərbiyəsiz, mərifəsiz, məsimiyə, nə olsun, gəlib, sonra mədəniyyətsiz deyil, nəysə o heç, sonra necə olmadı, məsəl üçün, qaz açıq qalırsa, ya işıq yanılı olursa, adamda hər şeydə də, məsələn, bir təsir var, məsələn, zibil qalırsa, bir artıq yəni bir nəsr olursa, mən də sən dedim ki, ev zibilli olanda şeytan var evəcək. Qazda da ki, məsələn, artıq qarşı adam bu evdə də bitər istəyir, adam elə bir ki, nəysə, gedib qazı söndürsün, o şey keçir adamı. Qazı üçün gedib deyir, həkim, belə oram, elə oram, nəysə, bir elə Laleza, bu haqla məşğul olmasan, Fatih səni işğal eləyər sözdə burada yerinə düşür. Yəni, bir pis şey özünü hiss eləyəndə, o da ki, həkimə qaçmır da. Yəni, onlar bizdən şəhid olaraq, inşallah, amin. Bil ki, özünü hiss eləyəndə elə bilmək ki, niyə belə olur, elə olur. Axtar görün, ən azından evində nə yerində deyil. Məsələn, zibil varsa 100%. Xarab, bunu dedim, nəysə, adam pis təsir edir, nəysə sözü sonra. Aməli, adam elə olur ki, yığışdırmağa imkanı olmur, hər kəs yığışdıra bilər, amma yükləsələr gücü çatmaz. Mən məsələn, bir adamın gücünü çatdırdı, öz eşini yığışdırmağa. 2 adama da, 3 adama, uşaqlı olanda da ər kömək eləməlidir, məsəl üçün, hər kəsin ya elə əri, Peyğəmbərimiz də elə kişilər var da, məsələn, normal adamlar ki, evdə ağalıq eləmirlər, atı olurlar, ər olurlar, yaş 3 müddət qaldıq, sonra bağla yaş 3 sənə verilmə möhtəyiz. Bu getdi, qutardı yox, sonra bu mövzunu bitir, indi danış. Lalə, bir dəqiqə mənə, qoy bundan sonra bir dənə paylaş, niyə? Bu belə. Bundan sonra həmən şeyi paylaşırım, yaxşı, davay.